Selamun Aleyküm ve Rahmetullah əziz şagirdlər, xoş gördük sizləri. Deməli, bugündən etibarən inşallah bu kitabdan yeni lüğət dərslərinə başlayırıq. Yəni bu kitabdan yeni dərslərə start veririk. Qeyd edim ki, bu kitab lüğətdən ibarətdir, yəni lüğət sözlərindən ibarətdir. Sıfırdan öyrənən və yaxud bazalı tələbələr üçün çox əlverişli və gözəl kitabdır. Yəni məsləhət görərəm ki, lüğət kitabı olaraq bu kitabdan istifadə edəsiniz. Çox vaxt itirmədən gəlin birinci unitdən başlayaq. Unit 1, birinci unit. Deməli, bizim birinci sözümüz olacaq agree, agree. Tərcüməsi razılaşmaq deməkdir. It is a verb, yəni feildir. Gəlin buranı oxuyaq. To agree is to have the same opinion or belief as another one. Yəni burada agree sözünü, yəni agree feilini izah edir. Nə deməkdir? Razılaşmaq deməkdir. Hansı ki, eyni fikirdə, kiminləsə eyni fikirdə olmaq deməkdir. Burada bizlərə nümunə verib, yəni başa düşməyimiz üçün bizlərə burada qısa cümlələr, nümunələr verib. Gəlin bunları oxuyaq. The students agree they have too much homework. Tələbələr çox ev tapşırığının olduğunu qəbul edirlər, yəni razıdırlar. İkinci sözümüz alcohol, alcohol. Tərcüməsi spirtli içki deməkdir. İçki, yəni spirtli içki. İsimdir. Alcohol is a type of drink that make people drunk. Spirtli içki, yəni elə bir drink, içkidir ki, elə bir içkinin növüdür ki, yəni insanları drunk, içkili edir. Burada bizə nümunə verib, gəlin oxuyaq. A person should not drive a car after he or she has been drinking alcohol. Yəni insan içki içdikdən sonra maşın sürməməlidir. Should, yəni gərək sürməsin mənasını verir, tərcüməsini verir. Yəni gərək maşın sürməsin. Üçüncü sözümüz isə arrive. Arrive tərcüməsi gəlib çatmaq deməkdir. Gəlmək, çatmaq. To arrive is to get somewhere. Burada onu izah edir ki, bir yerə, bir məkana gəlib çatmaq deməkdir. They arrived at school at 7 a.m. Tərcüməsi onlar səhər saat 7-də məktəbə gəldilər. Yəni məktəbə gəlib çatdılar. Növbəti sözümüz August. August, avqust deməkdir, avqust ayı. August is the 8th month of the year. Avqust ayı deyir ilin 8-ci ayıdır. Bizə burada nümunə verib. Is your birthday in August? Sual verir ki, bizə deyir, deməli, sənin ad günün avqustdadır, yəni avqust ayındadır. Növbəti sözümüz boat. Boat tərcüməsi qayıq deməkdir. Qayıq. Yəni bunu gəmi ilə qarışdırmayaq. Deməli gəmi ingilis dilində shipdir. Ship gəmi, boat isə qayıq deməkdir. Gəlin burada bizə cümlə verib onu oxuyaq. A boat is a vehicle that moves across water. Qayıq yəni elə bir vehicle, vasitədir ki, suyun üzərində üzür. There is a small boat on the lake. There is, biz bildiyimiz kimi qaydadır, yəni var deməkdir. There is a small boat, balaca qayıq var, deyir. A small boat, balaca qayıq. Harda? On the lake, göldə. Yəni göldə kiçik bir qayıq var. Tərcümə belə gedir. Yəni zeriz zəra qaydasında biz onu bilirik ki, zeriz təkdə işlənir, zəra isə cəm isimlərlə işlənir. Növbəti sözümüz breakfast. Breakfast. Səhər yeməyi deməkdir. Breakfast, səhər yeməyi. Gəlin burada bizə verilmiş nümunəni oxuyaq. Deməli, breakfast is the morning meal. Səhər yeməyi, yəni səhər, morning meal, səhər yeməyidir. Nümunə verib gəlin bunu oxuyaq. I ate eggs for breakfast. Deyir ki, mən səhər yeməyində yumurta yedim. Növbəti sözümüz camera. Camera tərcüməsi kamera deməkdir. Fotoaparat, kamera kimi tərcümə olunur. Deməli, gəlin burada elə bizə verilmiş cümlələri oxuyaq. Yəni mənalarını oxumağa ehtiyac yoxdur. I brought my camera on my vacation. Mən istirahətə kameramı gətirdim. Yəni aldım deməkdir. By feilinin, üzr istəyirəm, bring feilinin, bring gətirmək feilinin keçmiş zaman forması brought, gətirdim deməkdir. I brought, mən gətirdim my camera, öz kameramı on my vacation, istirahətimdə. Yəni belə tərcümə etsək, tərcümə belə olur ki, mən istirahətə kameramı gətirdim. Növbəti sözümüz capital. Capital paytaxt deməkdir.
The capital of the United States is Washington, D.C. Amerika Birləşmiş Ştatların paytaxtı Washingtondur. Növbəti sözümüz catch, catch. Tərcüməsi tutmaq, yaxalamaq mənasını verir. Did you catch the ball during the baseball game? Beyzbol oyununda topu tuttun mu? Yəni sual verir ki, topu tuta bildin. Keçmiş zamandadır. Did. Növbəti sözümüz duck, duck. Tərcüməsi ördək deməkdir. People feed ducks at the lake. People insanlar deməkdir. İnsanlar deyir göldə və yaxud göldəki ördəkləri deməli yemləyirlər. Növbəti səhifəyə keçid edirik. Deməli, növbəti sözümüz enjoy. Enjoy. Tərcüməsi zövq almaq, xoşlamaq deməkdir. Like ilə sinonimdir. Like ilə sinonimdir. Enjoy, like, xoşlamaq, həzz almaq. Qeyd edim ki, əziz şagirdlər, nə sualınız olsa, yəni nəyi başa düşməsəniz burada bizlərə fikirlərinizi şərh bölümündə bildirməyi unutmayın. Enjoy, həzz almaq, zövq almaq. Deməli, the woman enjoys riding her bicycle. The woman, yəni qadın velosiped sürməkdən zövq alır, yəni velosiped sürməyi xoşlayır. Növbəti sözümüz invite. Invite, dəvət etmək deməkdir. Dəvət etmək. I will invite my friends to my birthday party. Deyir ki, mən dostlarımı, yəni öz dostlarımı ad günü şənliyimə dəvət edəcəyəm. Yəni gələcək zamandadır. I will invite. Demir I invite, mən dəvət edirəm və yaxud I invited, mən dəvət etdim. I will invite, mən dəvət edəcəm. Sonra love. Love, like ilə sinonimdir. Bu da sevmək deməkdir, xoşlamaq, sevmək. I love my family very much. Mən öz ailəmi, my family, yəni mən ailəmi çox sevirəm. Növbəti sözümüz month. Month, burada th birləşməsi pərtə f səsini verir. Month, ay deməkdir, ay təqvim. Gəlin nümunəni oxuyaq. January is the first month of the year. Yanvar ayı ilin birinci ayıdır. January is the first month of the year. Növbəti sözümüz travel. Travel. Tərcüməsi deməli səyahət etmək deməkdir. Səyahət etmək. They will travel to Argentina this summer. Onlar bu yay, this summer, bu yay Argentinaya səyahət edəcəklər. Yəni gələcək zamandadır. They will invite. Növbəti sözümüz typical. Typical. Sadə, adi, tipik, yəni çox mənaları var. Burada sadə, yəni adi mənasını verir. My typical breakfast is toast and eggs. Breakfast nə oldu? Deməli, breakfast, səhər yeməyi. My typical breakfast, yəni mənim adi səhər yeməyim tost, yəni çörək və qızardılmış çörək və yumurtadır. Sonra növbəti sözümüz, feilimiz visit. Qeyd edim ki, typical burada adjective, yəni sifətdir. Burada adjective, sifət, verb, feil, noun, isim, yəni qısaldılmış formalardır bunlar. Deməli, visit ziyarət etmək deməkdir. Ziyarət etmək, getmək ilə sinonimdir. Getmək, ziyarət etmək. She wants to visit her grandmother. O, yəni she qadın cinsində deməkdir. O, yəni kişi cinsində biz istifadə edirik he şəxs əvəzliyindən. Deməli, o deyir öz nənəsini ziyarət etmək istəyir. Yəni nənəsi gilə getmək istəyir. Weather, yenə th birləşməsi var. Weather tərcüməsi hava deməkdir. Hava. Nümunəyə baxaq. Today's weather is rainy and cloudy. Bugünün havası yağışlı və buludludur. Deməli, rainy yağışlı, cloudy buludlu deməkdir. Rain yağış, cloud bulud. Bunlara zərf əlavə edəndə olur yağışlı, buludlu. Sonra növbəti sözümüz week. Week. Həftə deməkdir. Həftə. Nümunə verib ki, bizə deyir, what are you doing next week? What are you doing next week? Yəni növbəti həftə nə etməyi planlaşdırırsan? Yəni nə edəcəksən? Sonuncu sözümüz wine. Wine tərcüməsi şərab deməkdir. Şərab, içki. Baxın burada wine is an alcoholic drink, yəni içki kimi bir şeydir deyir burada.
The store carried both red and white wine. Deyir, mağazada həm qırmızı, həm də ağ şərab satılırdı. Keçmiş zamandadır. Carried, satılırdı. Mağazada, the store, mağazada qırmızı və ağ içkilər satılırdı. Belə əziz şagirdlər, yəni bugünkü dərsimiz bu qədər. Yəni qeyd edim ki, bir səhifədə 10 söz olur. Deməli, biz bugün 20 dənə söz öyrəndik sizinlə bərabər. İnşallah burada bilmədiyiniz sözləri lüğət dəftərinizə qeyd etməyi və daha sonra öyrənməyi unutmayın. Onlayn ingilis dili dərslərimiz haqqında məlumat əldə etmək istərsinizsə, şərh bölümündə bizlərə bildirməyi unutmayın. Daha ətraflı məlumat üçün sizlərə nömrə qeyd olunacaq, yəni nömrə yazacağıq sizə. Oradan bizimlə əlaqə saxlaya bilərsiniz. Belə inşallah növbəti unitdə, yəni ikinci unitdə, ikinci lüğətdə görüşmək ümidi ilə. Əssəlamu aleykum və rəhmətullah.